kimlənsə söhbət eləyəndə adamın ayaqlarına baxın. Əgər sizin tərəfə baxırsa, deməli o adam söhbətdən məmnundur. Orada dayanmaq istəyir. Ayaqları yavaş-yavaş kənarı göstərirsə, deməli nəzakət xatirinə sizi dinləyir orada. Ağlı başqa yerdədir. Fürsət axtarır ki, çıxıb getsin. Bunun kimi işarələri oxumağa, bunları öyrənməyə və ünsiyyəti sağlam qurmaqdan ötürü bunları tətbiq eləməyə deyirlər bədən dili. Bugün bədən dilindən danışacağıq. Bu kitab haqqında məlumat verəcəm. Bədən dili mövzusunda yazılmış ən təməl kitablardan biridir. Bir də videonun sonunda başqa bir praktik istifadə eləyə biləcəyiniz məlumat verəcəm. Deməli, insanlar ünsiyyət quranda, mən məsələn danışıram burada, məlumatın sizə ötürülməsi 3 vasitə var da. Bir, seçdiyim sözlər var. Bir, səsimin intonasiyası var. Monoton tək xətt üzrə getmir. Bir də bədən dili var. Yəni burada əllərimi istifadə edirəm ya da göz kontaktı qururam ya da bədənim sizin tərəfədir və s. bunlar. Rəqəmlər dəyişə bilər fərqli tədqiqatlara görə, amma ümumi olaraq belə götürülür ki, hal-hazırda danışanda seçib danışdığım sözlərin sizdəki təsiri cəmi 7%-dir. İntonasiya, yəni səs qalxır, düşür ya da istədiyim sözə vurğu eləyirəm. Bu 38%-dir. Yerdə qalan 55% informasiyanı məndən sizə ötürən şey bədən dilidir. Və yaxud dediyim kimi, göz kontaktı ola bilər, geyimin rəngi bəzən ola bilər. Getdiyiniz bəzi iclaslarda qalustukovuzun rəngi belə əhəmiyyətlidir. Ahmet Şerif İzgörən mənim həyatımı dəyişdirən insanlardan biridir. Fərqli kitablarını oxumuşam, bəzilərini bir neçə dəfələrlə. Dikkat vücudunuz konuşuyor. Bunun Azərbaycancası yoxdur mən bildiyim qədərilə. Bədən dili sahəsində ən təməl kitabdır. Bunun irəli səviyyələri NLP olar ya da xüsusi xidmət orqanlarının istifadə etdiyi sorğu metodları ola bilər ya da satışda qarşıdakını manipulyasiya etmək və s. Bunlar çox da bizim sahəmiz deyil. Bizi maraqlandıran hissə 2 nəfər ünsiyyət quranda bu fikrini qarşıdakına tam ötürə bilsin, qarşıdakı da eyni zamanda danışanda başa düşsün. Gün ərzində insanlarla çoxlu ünsiyyətdə olursunuzsa, kollektivlə işləyirsiniz ya da iclaslarda olursunuz, auditoriyaya xitab eləyirsinizsə, bu kitabı mütləq tövsiyə edirik, çox faydasını görəcəksiniz. İndi gəlirik və əvvəldə dediyim kiçik məsələlərdən birinə bu kitabdakı. İnsanla söhbət eləyəndə qabaqdakına mən səni diqqətlə dinləyirəm mesajı verməyin çox asan bir yolu var. Sadəcə başınız belə, başı dik dayananda qabağındakı insana çox rəsmi gəlir o. Başı biraz yana əyib və dediyini təsdiqləyirsiniz. Bunu yoxlayın. Normalda 1-2 dəqiqə danışası insan, siz başı biraz əyib belə təsdiqləsəz, gözü də biraz qıysaz, diqqətim səndədir deməkdir. O adam dəqiqələrlə danışacaq, bir müddətdən sonra şəxsi məsələlərini də deyəcək, dərinlərə eləcək belə. Bunu yoxlayın, təsirini görəcəksiniz. Kamera qabağında danışanda nələr eləmək lazımdır ya da böyük səhnədə insanlara xitab eləyəndə nələrdən istifadə etmək lazımdır. Onlarla da yeri gəldikcə yavaş-yavaş videolar çəkəcəyik. Bizi izləməyə davam edin.